Dostlar, bura baxın. Bura baxın. Görün nə gözəl yağır. Belə havada qara əncir müləbbəsi nə gedər? Yadınızdadır, deyirdiniz necə qalar qışa. Xarab olub. Vay 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 vay. Xarab olub. Görsünüz, qalmayıb. Xarab olub. Mən elə bilirdim, qalmadı qışa. Görsünüz, xarab olub. İyi vermir ancaq. İyi vermir. Yox, üstü xarab olub, aşağısı yaxşıdır. Burası yaxşıdır. Yiyərəm, baxaram. Yağda şeyləyim. Qoyum, buradan uşaq ağlatar. Əncir mürəbbəsinə kərə yağı nə gedər? Hə, ürəklərim, dadına baxıram indi. İndi sizə də bilirsiniz, amma da yalan demək yoxdur. Necədir, elə də deyərəm. Yəni, həqiqətən bu mürəbbəni mən bişirəndə çox sevinmişdim də, qışa qalar. Üstünün belə kəpinin zadını götürdüm, onu 2 dənəni də qaynatdım, yedik də. Yəni, çox da dadlı idi. Yəni, uşaqla birlikdə elə yedik. Bunu da yeyirəm siz çünki. Yəni, vəbşi deyim o... Bizdə talışlarda deyirlər, necə deyirlər, xarab olanda mürəbbə. Vabudur da, vermir. Qətiyyən vabu nədir? Yəni, çox dadlıdır. Belə xüsusən yağla, bəh-bəh, əsil qarlı havada, yəni, incir mürəbbəsi ilə, kərə yağı, çay. Burada da deyəsiniz, sok iskanını da içir, neyniyim qızlar. Dəfələrlə istəkan aldım, ay baca. İstəkan əlimdə belə çay içəndə çat deyib. Mamam deyir, nəzərə gəlirsən. Ona görə, yəni, çox dadlı idi. Qurban olum Allaha. Əsas odur ki, qaldı. Hələ yarı bənkədə qalıb, onu da yiyərəm. Kim bişirər, nüş olsun. Kim yiyər?